Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri sizlərlə türklərin çox məşhur olan rəvani şirniyyatının hazırlanmasını paylaşıram. Gəlin başlayaq. Əvvəlcə şərbətini hazırlayırıq. Bunun üçün 500 ml suyun üzərinə 1 stəkan şəkər tozu və yarım limonun suyunu əlavə edib yüksək atəşdə qaynayana kimi bişiririk. Şərbət qaynadıqdan sonra zəif odda 20 dəqiqədə bişiririk. Ayrıca bir qabda 1 stəkan yarım şəkər tozunun üzərinə 4 ədəd yumurtanı əlavə edib mikserlə ağarana qədər qarışdırırıq. Daha sonra üzərinə 1 stəkan duru yağ və 1 stəkan süd də əlavə edib yenidən qarışdırırıq. 1 stəkan yarım un, 1 paket vanil və 1 çay qaşığı qabartma tozunu da ələkdən keçirərək əlavə edirik. Sonda da üzərinə 1 stəkan yarım manna əlavə edib qarışdırırıq. Diametri 32 olan qəlibi əvvəlcədən duru yağla yağlayırıq, daha sonra xəmiri bura əlavə edib 180 dərəcəli isidilmiş sobada 40-45 dəqiqə ərzində bişiririk. Piroq bişdikdən sonra isti piroqun üzərinə soyumuş şərbəti əlavə edib təxmini 2 saat gözlədirik ki, şərbət piroqa tam olaraq hopsun. Mən hətta biraz çox gözlətdim, hardasa 4 saat və çox da gözəl alındı. Və budur dostlar, rəvanimiz tam olaraq hazırdır, kəsə bilərik. Videodan da gördüyünüz kimi necə yumşaq alınıb, bir sözlə möhtəşəmdir. Dadı da damağınızda qalacaq. Mütləq bu reseptlə hazırlayın. Sonda da istəsəniz üzərinə biraz kokos qırıntıları da səpə bilərsiniz. Bugünlük də bu qədər dostlar. İzlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Videomu bəyəndinizsə, bəyən düyməsini basıb kanalıma abunə olmağı unutmayın ki, yeni çıxan videolarımı qaçırmayasınız. Özünüzə yaxşı baxın, hələlik.